Salam hər kəsə, dəyərli qonaqlar. Bugün ProLens YouTube kanalımızın ilk videosu yayındadır. Qonağımız Şəhriyardır. Şəhriyar, sən də özün haqqında ətraflı bir məlumat ver. Salamlayıram ilk öncə hər kəsi. Mən 30 yaşındayam. ProLensin Sədrəy filialını işlədirəm. 4 ildir ki, bu ailəyə daxil olmuşam. Bugünkü mövzumuz Şəhriyar, belə deyək, evdə kamera seçimidir. Bəli. Müştərilər kamera seçimi edərkən nələrə diqqət yetirməlidirlər, onlardandır. Sən də bizim belə deyək, təcrübəli bu işi bilən əməkdaşımız kimi insanlara bunu doğru şəkildə çatdırmağa çalışırsan, ümid edirəm. Evimizdə təhlükəsizliyi təmin etmək üçün hamımız belə çabalayırıq ki, nə isə eləyə bilək ki, evimizdə maksimum təhlükəsiz olsun. Ümumiyyətlə təkcə bizim sahəyə aid olmayan tərəflər də var. Bunun elektrikidir, qazıdır, kommunal sistemləridir. Yəni bugünkü söhbətdə həm texniki, həm də praktiki tövsiyələr verəcəyik ki, insanlar da bununla bağlı daha da məlumatlansınlar. Sən nə deyə bilərsən bir söhbət eləyək? Yəni burada versiyalar çoxdur. İlk öncə təbii ki, əgər kameraların sayı çoxdursa biz müştərilərə kabelli sistem, yəni naqilli sistemi təklif edirik. Burada şərtlər çox rahatdır. Əslində əgər ev remontlu deyilsə, remontdan qabaq kabellərin atılması, yəni ustalarımızın gedib ilk öncə bütün toçkaları müşahidə etməsi və kamera sayına görə məhsul verilməsi daha uyğundur. Əgər ki, ev remontdursa, yəni remont olunubsa, içəriyə qoyulacaqsa, burada biz üstünlüyü tuturuq Wi-Fi-li kameralara. Yəni bildiyimiz sadəcə proqram təminatı ilə fırlanan, işləyən kameralara. Və onların da ən çox evin içərisinə qoyulan qismdə işıqsız olmağı daha məsləhətlidir. Çünki axşam olduğu zaman evin içində işığın yanmağı daha uyğun gəlməz. Aynen. Yaxşı, belə bir sual verim. Elə Wi-Fi kameralarından danışmışkən, buna biz indi IP kameraları deyirik də, hansı ki, internet şəbəkəsindən işləyir. Bu, bəzi insanlar var ki, IP kameralara üstünlük verir, bəziləri var ki, deyir, yox, analog kameralar daha əlverişlidir. Səncə, sənin öz bu sahənin içində olan birisi kimi öz nəzdində necədir bu situasiya? Belə izah edim, yəni çalışdığım qədər rahat başa salmağa çalışacağım. Yəni, əgər ki, kamera sayı, yenə deyirəm, bir ədəddən çoxdursa, təbii ki, naqilli hamısından yaxşıdır və kör nöqtə qalmır. Sabit şəkildə olur hər bir şey. Yəni, nə baş verirsə də biz onu rahatlıqla izləyə bilirik. Amma müştəri istəmirsə evində bir neçə toçkasında, yəni bir kabel xətləri geçsin, təbii ki, Wi-Fi-li kamera da onda daha üstün. Bəs yaxşı, evimiz üçün kamera seçərkən ilk diqqət etməli olduğumuz faktorlar hansılar? Belə izah eləyə bilərəm. Təbii ki, kameranın ilk öncə keyfiyyətidir. Wi-Fi məsafəsi çox önəmlidir. Çünki Wi-Fi məsafəsi bəzən çox uzaqda olur və kamera onu zəif görür, bəzən Wi-Fi atır, müştərilərdə belə problem yaranır. Yerinə görə o dəyişir, ilk öncə ona baxmaq lazımdır. Bir də hündürlüyü orada önəmlidir. Çünki bəzən IP kameralarımız çoxu indiki zamanda cüt kameralı olur və cüt sabit olduğu üçün biz onu astığımız zaman sadəcə patoloqu göstərir. Yəni orada daha 45 dərəcəlik kranşteynlə vurdurmaq məsləhətdir ki, iki kameradan da evin içində istifadə edə bilərsiniz. Aydındır, təşəkkür edirəm. Kamera çəkiliş keyfiyyətinə baxarkən nələrə diqqət etmək lazımdır? Bu da belə deyək, ən çox verilən suallardan biridir. Yəni belə izah edeyim də, hal-hazırda təbii ki, megapikseldir burada önəmli olan. 1 var, 2 var, 3 var, 5 var. Adətən standart 1080 dərəcədə, yəni 2 megapiksel deyirik də biz onu qoyulur. Yəni belə izah edeyim. Misal ev boşdursa, heç kim evdə yoxdursa, yəni siz sadəcə boş evi nəzarət edirsə, birlik də qoya bilərsiniz. Orada təbii ki, düşük qiymətdə aldığınıza görə o mənada. Amma belə istifadə eləmək üçün 2 məncə standartdır, normaldır. Əgər ki, daha aydın, keyfiyyətli görsənmək istəyirsinizsə, hər hansı bir yazını oxumaq istəyirsə, burada IP kameralara biz üst tuturuq. O da 2 və daha üstü, yəni 5-ə qədərin olar. Bizdə 2 megapiksellik elə yeri gəlmişkən ProLensin PL9105 markalı kamerası var. Bu kamera haqqında da istəyirsən bir müştərilərimizə təqdimat edə bilərsən. Kamera bizim ən uğurlu modellərimizdən biridir. Bunun 3 versiyası var. Əlimdəki 2.8 açını olan. Bu mikrofonlu olanı səhv eləmirəmsə. Bu bəli. Pulsisdir. Yox, bu sadə olandır. Sadə olandır. Mikrofonlu olan da var. Eynisinin mikrofonlusu da var. Dəmir korpusu çox keyfiyyətlidir və rahatlıqla işıqlandırması da çox keyfiyyətlidir. Yəni net olaraq 20-25 metrəni rahat seçə bilir. Axşam da 10-15 metrə rahat, yəni polnustu seçmək olur. Yəni belə qoysam buradan bütün plazanı da göstərir. Amma net görüntüdən söhbət gedir. 3.6 daha dar uzun yerlər üçün əlverişlidir. Səsi də
çox keyfiyyətlidir. Yəni səsli modellərin də axır zamanlar çox Şey ola bilər. Mən biraz göstərmən öz tərəfimdən tutdum. Aha. Əziz dostlar, bu model kameramızı əldə etmək istəyirsinizsə, bizə şərhlərdə və yaxud da qeyd elədiyim buradakı əlaqə nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Növbəti suala keçirik Şəhriyar. İnsanların ucuz kameraya üstünlük verməsi hansı risklər yaradır? Ucuz kamera. Risk dəyərinə belə izah edeyim. Məsələn, insanlar bunu qoyur ki, evlərini qorusunlar, yəni hər hansı bir əşyasını qorusunlar. Və təbii ki, bəllidir ki, ən çox belə lor dildə oğurluqlar axşam vaxtları olur. Ucuz kamera aldığımız zaman kameraların gecə görüntüsü demək olar ki, sıfıra bərabər olur. Yəni orada hər hansı bir şey seçmək çox qeyri-mümkün olur. Ondan sonra işıqlandırması zəif olur. Uzaq, yaxın çəkilişləri yəni çox bərbad dərəcədə olur. Ona görə də o belə böyük bir fəsadlara yol verə bilər. Amma yenə də dediyim kimi, bayaqki kimi, əgər heç bir şey yoxdursa, boş otağa edirsə, onda bəli, ucuz kameralardan da istifadə etmək olar. Aydındır. Bulut və CD kart dediyimiz sistem var da hansı? Bunların arasında hansı daha etibarlıdır, hansı daha təhlükəsizdir, belə deyək? Təhlükəsizlik baxımından təbii ki, bulut yaddaşı almaq daha təhlükəsizdir. Yəni orada yəni kameranı apardığımız zaman belə o telefonun yaddaşında, yəni sizin cloudunuzda qalır da. Fiziki əl çatan bir kart yoxdur da, yəni ona görə deyirsiniz. Mövcud bir şey yoxdur təbii ki. Sadəcə bu ödənişdə olduğu üçün insanlar biraz bundan uzaq qaçır. O da normaldır yəni. Mikrokart elə bir şeydir ki, bir dəfə qoydun, qaldı. Amma təhlükəsiz baxımdan təbii ki, bulut yaddaşı daha önəmlidir. Onsuz da bizim kimi belə deyək də sosial mediada, sosial ümumiyyətlə əhatədə təcrübəli olan insanlar bu bulut yaddaşından geniş istifadə edirlər. Təbii ki, Təbii ki, müştərilərimiz də bu sahədə belə deyək, geniş ətraflı məşğul olan insanlardırsa, bulut yaddaşından istifadə edildiyinə görə kameralarında başa düşürlər ki, bulut yaddaş hamısından daha yaxşıdır. Sadəcə iPhone-un özündə belə, yəni bəli, iCloud dediyimiz bir şey var, aylıq ödənişində. Hər otağa kamera qoymaq lazımdır deyə bir sualımız var. Buna necə cavab verərsən sən özlüyündə? Biraz maraqlı sual. Hər otağa. Məsələn, belə deyək də, kiçik bir evimiz var. Yaxud da böyük bir evimiz var. Burada kameranın sayı nəyə görə dəyişir? Belə izah edeyim. Normativdə yəni çox vaxt yataq otağına kameralar qoyulmur. Yəni bir otaq burada silinir. İndi də digər yerləri saymıram. Aslında qalan koridordur, qonaq otağıdır, qalanlarına qoymaq olur. Yəni onda belə çıxır ki, ortalama bir evə 4-5 dənə kamera gedə bilər. Minimum 3 kamera gedə bilər. Minimum 3 kamera gedə bilər. Bəli. İndi o biraz evin şəraitinə görə, kəsməsi necədir, ona görə dəyişilir. Yəni bəzən olur ki, 2 kameranın bir üzünü fırlatmaqla, bir üzünü sabit tutmaqla 2 otağı biz çəkilişini görə bilirik. Kamera seçərkən brend və servis dəstəyi vacibdir. Bunu hamımız bilirik. Sən bizim şirkətin belə deyək də servis dəstəyi barədə nə deyə bilərsən? Valla bizim şirkətin servisi əslində çoxdur, yəni insan sayı olaraq. İndi bəzi ustalarımız var ki, həqiqətən də çox keyfiyyətli işlər görürlər. Yəni son zamanlarda daha belə mənim xoşuma gələcək tərzdədir. Əvvəllər biraz elə deyildi. Belə izah edeyim. Yəni bəzi sayda təbii ki, yəni say olaraq belə yaxşıdırlar yəni. Aha. Belə deyək ki, son olaraq belə bir sualımız var ki, bu bizi izləyən bizim xalqımız var burada hansı ki, bu insanlara hansı tövsiyələri verə bilərsən? Ümumi olaraq bizim sahəyə aid olan hər hansısa bir təkcə kameradan söhbət elədik. Biz biraz çox kameradan söhbət elədik. Təhlükəsizlik ləvazimatlarından nələr tövsiyə edərsən ümumiyyətlə? Hal-hazırda mağazamızda olan siqnalizasiyalar mükəmməl işləyirlər. Smart Life, Tuya proqramları ilə içəri şəraitdə. Hərəkət detektoru, qapı datçikləri, ondan sonra 2 dənə pult, bilirsiniz də proqram vasitəsilə qoşmağı da çox rahatdır. Yəni siz bu günləri usta çağırmadan belə security alarm deyirik də, o aparatı aldığı zaman Tuyadan özünüz saatın belə bəlirləyə bilirsiniz yəni. O cəhətdən yəni bu dəqiqə çox vacibdir, təhlükəsizlik baxımından. Onu məsləhət görə bilərəm. İndi baxır nəyə insanların ehtiyacı var. Binadırsa dorfon, bilirsiniz, dorfonlar bizdə var. Nə qədər etajda olmalarına baxmayaraq onlardan istifadə edə bilərik. Yəni ondan sonra şlaqbaumlar LED 6 metrlik uzunluğunda var. Qapı qolları. Yəni
Əslində mağazada olmayan bir şey yoxdur. Əslində Hər bir yoxdur, şey bəli, var. mən özüm də Çox müşahidə böyük və eləmişəm. uzun mövzudur, yəni bu. Belə qısaca bu ay bildiyimiz kimi Ramazan ayıdır. Təbii ki. Ramazan ayında Allah tutduğumuz oruçlar qəbul Hər etsin ilk kəsin növbədə. Amin. İkinci məsələmizdə bizim bu ayla bağlı kampaniyalarımız da var. Ki, məsələn, müəyyən malları biz nə etmişik orada? Yığcamlaşdırmışıq və Görürəm sizin endirimlər eləyib. paylaşımlarından Bəli, böyük endirimlər var. Ən çox da günəş paneli ilə olan bəli. 4 Y5 modelini deyirsiniz yəqin 4 ki. megapikselli kamera çox Hı hı. mükəmməl kameradır. Onun endirimi daha çox xoşuma gəldi və bir neçə müştəridən təkliflər eləmişəm. Yəni alanlar yavaş-yavaş. Final səhnəsini çəkirik. Sən danış ver mənə ya da mən danışım. Hə, Şəhriyar, sonda izləyicilərimizə bir ürək sözlərin varsa onları çatdıra bilərsən. Mən də sonda danışacağam inşallah. Buyur. Xəstəlikdir, gərək bunu bağlayaq qoyum yerinə. İlk öncə hər kəsin qarşıdan gələn Ramazan bayramını təbrik edirəm. Bir də bugünün çəkilişi 8 martadır. Analar və bütün xanımlarımızın bayramı. Bəli, bütün analarımızı, bacılarımızı, bütün xanımları çalışdığımız qədər həftədə bir dəfə, təbrik 2 dəfə edirik. bu mövzular haqqında danışaraq inşallah bildiyimiz qədərilə insanlara çatdırmaq istəyirik. Əlavə şeylər də bilirsiniz də indi sən vasitənlə. Heç nə. Şəhriyar, çox sağ ol, minnətdaram sənə. Əziz izləyicilər, bugün qonağımız Şəhriyar idi. Bizim Sədərə filialımızın əməkdaşıdır, həm də oranın idarə rəhbəridir. Şəhriyar bəy, belə deyək, bu gün gəldi, kameralar barədə söhbət elədik. Növbəti həftələrdə buraxılışlarımızda da inşallah gələcək fərqli bizim ləvazimatlarımızdan, belə deyək, məhsullarımızdan danışacağıq. Bugünlük bizim mövzumuz bu qədər. Gələn mövzular üçün hansı sahə sizə maraqlıdır bu sferada təbii ki, onları rəylərdə yaza bilərsiniz. Ümumiyyətlə, kanalımız yeni açılıbdır. Bizə kanaldan abunə olub bildirişləri açsanız, hər həftə yükləyəcəyimiz videolarla tanış ola bilərsiniz. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, Allah amanında qalın.